ədalət özü-özünə gəlmir. Ədaləti sən gərək təmin edəsən. Bu zəfəri şərtləndirən xalqın ruhu idi. Əskəri qabağa göndərən də xalqın ruhuydu. Onun tərbiyəsi idi. Qəhrəman övladlarımızın şücaəti hesabına, onların qanı, canı bahasına 2-ci Qarabağ müharibəsi tarixi zəfərimizlə başa çatdı. Bu böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən müzəffər silahlı qüvvələrimizdir. Bu kadrları görəndə hamımız eyni hissləri keçirmişik. Qürur və sevinçisi. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlıydı. Xankəndidə isə ədalətin tam bərpası idi, zəfərimizin son nöqtəsi idi. Xoşbəxtlik ki, bu dövr